Hər vaxtın xeyir olsun, tamaşaçılarımızı da salamlayıram. Artıq Pekində axşam saatlarıdır, təqribən 10 radələridir. Bu deməkdir ki, rəsmi görüşlər yekunlaşıb və Azərbaycan prezidenti bugün kifayət qədər görüşlər keçirdi. Səhər saatlarından etibarən demək olar ki, 8-dən başlayaraq müxtəlif istiqamətlərdə görüşlər icra olunub. Əlbəttə ki, rəsmi qarşılanma mərasimindən sonra və görüşlərdə hər birində istiqamət demək olar ki, eyni idi. Yəni, Azərbaycanla Çin arasındakı əlaqələri artıq fərqli bir müstəviyə gətirmək və hər tərəfli strateji əməkdaşlığa daşımaq. Azərbaycan prezidenti də elə görüşlərdə bu nüansı xüsusilə vurğuladı və elə Çin tərəfindən verilən açıqlamalarda da qeyd olunurdu ki, Azərbaycanla Çin əlaqələri artıq ən yüksək mərhələyə qədəm qoyur və tarixdə bu qədər yüksək səviyyədə olmuyor. Bu da əlbəttə ki, Azərbaycanın həm qərblə, həm də şərqlə əlaqələrini inkişaf etdirmək baxımından seçdiyi bir istiqamətdir. Çünki elə vurğulanır ki, bugün Azərbaycan alternativlər axtarışındadır. Asiya ölkələri ilə, şərq ölkələri ilə bu xüsusda əlaqələrinə diqqət yetirir və elə Çində nəzərə alsaq ki, dünyanın ən nəhəng iqtisadiyyatlara malik olan ölkələrindən biridir. Yəni, dünyada ikinci yerdə qərarlaşır. 18 trilyon ümdaxili məhsulla bu göstərici ilə bugün Çin ikinci pillədədir, amma atılan addımlar, görülən işlər onu deməyə əsas verir ki, liderliyi də ələ almaqda israrlı görünür. Bugün Çin texnologiya sahəsində yeni bir mərhələyə qədəm qoyub demək olar ki, illər ərzində təbii ki, bu addımlar atılıb. Azərbaycan da həmin o texnologiyaların ölkədə tətbiqinə xüsusilə maraq göstərir. Bilirik ki, burada ağıllı şəhər həlləri və sürətli nəqliyyat, eləcə də digər məsələlər, misal üçün süni intellekt istiqamətində Çinin bir sıra addımlar atdığını bilirik. Azərbaycan da həm azad olunmuş ərazilərdə ağıllı şəhər konsepsiyasını həyata keçirən bir ölkə kimi, həm də nəqliyyat sistemini daha yaxşı səviyyəyə gətirməyi arzulayan bir ölkə kimi Çinlə bu baxımdan əlaqələrini inkişaf etdirir. Elə görüşlər çərçivəsində bu istiqamətlərə də toxunuldu. Bilirik ki, BYD şirkəti ilə də avtomobil istiqamətində, yəni daha çox ixrac həyata keçirmək istiqamətində artıq tərəfdaşlıqlar qurulur. Həmçinin elektrik avtobuslarının Azərbaycana gətirilməsi istiqamətində də addımlar atılacaq. Həm də istehsalını birbaşa həyata keçirmək bizim üçün önəmlidir. Burada da Çinin təcrübəsindən yararlanmaq istəyirik. Azərbaycan və Çin əlaqələrində orta dəhlizi hər zaman qeyd etməliyik. Çünki bu müstəvidə Çin şirkətlərinin daşımalarında artıq 80%-dən çox artım müşahidə olunur. Bununla yanaşı biz bilirik ki, ümumiyyətlə ticarət həcmi də, yəni dövriyyə həcmi də artıb 20%-ə yaxın da burada artım müşahidə olunur. Yəni son illərdə Çin-Azərbaycan əlaqələrinin inkişaf etdiyini deyərkən bu rəqəmləri də xüsusilə vurğulamalıyıq ki, əsaslandırma da bir daha göz önündə olsun və Azərbaycanla qeyd elədim ki, Çin yüksək səviyyədə əlaqələrini davam etdirərkən burada iqtisadi sfera xüsusi önəm daşıyır, ancaq siyasi məsələləri də adətən Azərbaycan və Çin çalışır ki, biraz kənarda dayansın. Yəni, əlaqələrinə siyasi müstəvinə bir o qədər daxil etməsinlər. Amma bugün qlobal müstəvidə bir sıra təhlükələr var və dünya nizamının pozulmasını biz izləyirik. Bu kontekstdə Azərbaycanla Çin liderlərinin görüşündə, digər elə başçılarla da görüşdə, yəni rəsmi nümayəndələrlə də görüşdə bir daha diqqətə çatdırıldı ki, həm terrorizmlə mübarizə səyləri artırılacaq, həm də əlaqələrdə dünya nizamının pozulduğu bir zamanda fərqli siyasi müstəvi də xüsusilə diqqət çəkəcək. Bunu biz həm də beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrimizin inkişafı baxımından əsaslandıra bilərik. Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində və digər təşkilatlar müstəvisində və Azərbaycan prezidenti elə Çin sədrini bir daha Azərbaycana dəvət etdi. Böyük ehtimalla bir daha vurğulayım ki, Çin sədrini biz Azərbaycanda da yaxın zamanda görə bilərik. Azərbaycan prezidentinin bugün ərzində keçirdiyi görüşlərin hər birinin istiqamətini qısa şəkildə vurğuladım. Dediyim kimi, artıq hər tərəfli strateji tərəfdaşlıq mərhələsinə gəlir Çin-Azərbaycan münasibətləri və artıq indiki saatlarda rəsmi görüşlərin zamanı bitib. Bundan sonraki mərhələdə hansı görüşlər keçiriləcək, sabah nələr gözlənilir, biz buna dair də məlumatları çatdıracağıq. İndi isə sözü ötürürük xəbər mərkəzinə.